Dressify tətbiqi. Tətbiqi necə əldə edim? Bunun üçün App Store və Play Store marketlərindən tətbiqi smartfonunuza yükləyirsiniz. Qeydiyyatdan keçirsiniz. Google və Facebook kimi əlavə köməkçi vasitələrdən yararlana bilərsiniz. Qeydiyyatdan keçib hesabınıza daxil olursunuz. Artıq siz Dressify ailəsinə üzv oldunuz. Bu mobil tətbiq vasitəsilə siz öz zövqünüzə uyğun məhsulları axtara və ya öz məhsulunuzu sata bilərsiniz. Hətta ikinci əl məhsulları üçün də Dressify ən ideal tətbiqdir. Məhsul necə sifariş edilir? Satışda olan məhsullar üçün əsas səhifəni seçirsiniz. Tətbiqdə sizin rahat kateqoriya seçimi etməyiniz üçün filtr əlavə edilmişdir. Seçdiyiniz məhsulu dəyərləndirə, bəyənə və ya qiymət təklif edə bilərsiniz. Məhsul haqqında əlavə fikriniz varsa, rəylərinizi yaza bilərsiniz. Sifariş vermək üçün məhsulu al seçirik. Məhsulun sizə uyğun olan ölçü və tipini seçirsiniz. Ödəmə bölməsinə məlumatlarınızı və ünvanı daxil edirsiniz. Ödənişi edirsiniz. Sifarişlərin bölməsindən məhsulunuzun sifariş nömrəsini, sifariş tarixini, sifarişinizin hansı mərhələdə olduğunu izləyə bilərsiniz. Sifariş hazır olduqda kuryerimiz sizinlə əlaqə saxlayır və göstərilmiş ünvana çatdırır. Sifariş üçün məhsullar necə əlavə edilir? Tətbiqdə əlavə et seçilir. Məhsulun şəkilləri yüklənir. Şəkil əlavə edilərkən üzərində göstərmək, arxa plana diqqət etmək və şəklin keyfiyyətinə fikir vermək lazımdır. Şəkil yükləndikdən sonra başlıq üçün mətn əlavə edilir. Açıqlama yazılır. Aid olduğu kateqoriya, marka, istifadə müddəti və rəngi təyin edilir və məhsul əlavə edilir. Satdığınız məhsula yazılan rəyləri cavablaya bilərsiniz. Məhsulunuza görə sizə edilən dəyərləndirmə sizi reytinqdə ön plana çıxarır və satışlarınızın artmasına səbəb olur. Tətbiqə qoşulun, bizim ailənin siz də üzvü olun. Dressify, alış və satışdan həzz al.